Salam, hər vaxtınız xeyirli olsun, hörmətli müəllimlər. Mən Xəyyam müəllim. Sertifikasiya imtahanının müsahibə mərhələsi davam etməkdədir və ən aktual məsələlərdən biri hal-hazırda müəllimlərimizdən səviyyələr üzrə rəylərin istənilməsidir. İki istiqamətdə bu suallar verilir. Birinci istiqamət odur ki, müəllimdən konstruktiv rəy soruşulur. İkinci istiqamətdə isə deyilir ki, sizə təqdim olunmuş mövzulardan hər hansı birinə ikinci, üçüncü və yaxud dördüncü səviyyə üzrə rəy verin. Və haqlı olaraq müəllimlər öz icmallarında metodik vəsaitlərdəki o 4 səviyyə qiymətləndirmələri yazıblar, onları əzbərləyiblər. Və çox təəssüflə qeyd etməliyəm ki, metodik vəsaitlərdə boşluqlar çoxdur, çünki onlar köhnə illərin metodik vəsaitləridir. Oradakı rəylər belədir ki, müəllimin köməyi ilə izah edir, çətinliklə izah edir və s. Bu isə doğru deyil, dəqiq deyil, effektiv rəy deyil. Yəni, haqlı irad tuturlar. Artıq 5 və 6 müəllim bunu mənə bildirib ki, irad tutdular, yəni bunu dediyim üçün. Ona görə də belə təqdim etmək müəllimlər doğru deyil. Bəs necə olmalıdır? Məsələn, mən coğrafiya müəllimiyəm. Bu il təqdim olunur Asiyanın iqlimi mövzusu. Mən özüm müəyyənləşdirirəm ki, mənim şagirdim bilik bacarığın hansı qədərində, hansı səviyyəsində birinci səviyyədir, ikinci səviyyədir, 3 və yaxud da 4-cü səviyyədir. Bunu taksonomiya üzrə müəyyənləşdirirəm. Taksonomiyanın mərhələlərini biz bilirdik. Onsuz da o da yaş səviyyəsinə uyğun, belə deyək, idrak səviyyəsinə uyğun davam eləyirdi. Məsələn, mənim üçün Asiyanın iqlimi mövzusunda şagirdim Asiyaya təsir edən iqlim tiplərini sadalayırsa, birinci səviyyədir. Yox, əgər Asiyaya təsir edən iqlim tiplərinin xüsusiyyətlərini izah edirsə və yaxud da sadəcə izah edirsə, ikinci səviyyədirlər. Yox, Asiyaya təsir edən iqlim tiplərini həm izah edir, həm də xəritədə elniklər üzrə yerləşməsini müəyyənləşdirirsə, artıq bilik bacarıq daha da mürəkkəbləşdi, 3-cü səviyyədirlər. 4-cü səviyyədə isə mənim şagirdlərim Asiyaya təsir edən iqlim tiplərini izah edirlər, xəritədə elniklər üzrə müəyyən edirlər, həmçinin iqlim tiplərinin Asiya üçün əhəmiyyətini dəyərləndirirlər. Müəllimlər, bəli, mən burada coğrafiya fənninin 4 səviyyə üzrə rəyini təyin etmişəm, göstərmişəm. Amma istənilən fənn üçün siz bura nəzər yetirərək orada da həmən məqamı eləyə bilərsiniz. Məsələn, biologiya müəllimi hər hansı bir mövzusunu götürür, taksonomiya üzrə və yaxud da bu videoya baxaraq ilk olaraq öz mövzusunda olan hər hansı bilik bacarığın sadalanmasını birinci səviyyə götürür, izah olunmasını ikinci səviyyə götürür, izah olunmasını və yaxud da hər hansı bir tətbiqini hər ikisi bir yerdə üçüncü səviyyədə götürür və ən sonda bütün bunları eləməklə yanaşı, yəni həm izah edir, həm müəyyən tətbiq edir, həm də əhəmiyyətini dəyərləndirirsə, əhəmiyyətini deməli izah edirsə, münasibət bildirirsə, yəni bu artıq daha biraz ən sonuncu, belə deyək, mərhələdə, ən sonuncu bilik bacarıq səviyyəsi olduğu üçün bu isə 4-cü səviyyədə olur. Yəni bu formada, sadə formada cəmi bir mövzunuz üçün 4 səviyyədə rəy yazırsınız və sual veriləndə ikinci deyirsə ikincini təqdim edirsiniz, 3 deyirsə 3-ü təqdim edirsiniz. Bax, bu formada rahatca təqdim edirsiniz. Çox sağ olun dinlədiyiniz üçün müəllimlər. Hər birinizə uğurlar.